BI-də, Power Query-də add column tabında olan conditional column anlayışından danışmaq istəyirəm. Ümumiyyətlə, add column tabı bizim cədvələ yeni bir sütun əlavə etmək üçün istifadə olunur. Yəni ki, add column tabında olan bütün, belə deyək də, hissələr bizim cədvəlimizə yeni bir sütun əlavə etmək üçün istifadə olunur. Burada conditional column anlayışına baxaq. Conditional column anlayışı nədir ümumiyyətlə? Conditional column bizim cədvələ yeni bir sütunu müəyyən şərtlərə görə əlavə edir. Yəni biz hər hansı bir sütuna müəyyən bir şərt veririk, həmin şərtlərə görə yeni bir sütun əlavə edilmiş olur bizim cədvələ. İndi baxaq, biz necə bir sütun əlavə edərik və hansı şərtlərə görə. Mən istəyirəm ki, məsələn, burada discount olan sütuna görə yeni bir şərt sütunu əlavə edim. Buradan daxil oluram, baxın, add column-a, buradan general hissədən conditional column-a daxil oluram. Bu açılan pəncərədə yeni sütunun adı nə olsun, onu qeyd etməliyəm. Mən istəyirəm ki, yeni sütunun adı conditional yazılsın elə. Baxın, aşağıda nə verir? Yazılır ki, if, yəni şərt olaraq sütun adı, yəni mənim seçəcəyim hansı sütuna görə yeni bir sütun əlavə etmək istəyirəm. Yəni ki, mən seçirəm discount olan sütuna görə, yəni şərti bu sütuna verir. Operator olaraq nə verə bilərik? Biz məsələn istəyirik ki, equals verirəm, bərabər. Burada yalnız böyük, kiçik, böyük bərabər, kiçik bərabər, bərabər və bərabər olmayan anlayışlar olur. Mən istəyirəm ki, mənim, baxın, discount sütunumda 0-a bərabər olan dəyərlərə, yazıram 0, yeni bir sütunda həmin sətirlərə no discount yazılsın. Aha, bu mənim ilk şərtimdir. Yəni 0 olan dəyərlər, hansı ki discount sütunundadır, həmin dəyərlərin qarşısında, yəni həmin dəyərlərə aid olan sətirlər non-discount olaraq yeni bir sütunda verilsin. İndi ikinci şərt əlavə edirəm. İkinci şərt nə olsun? İkinci şərti açıram. Burada else if verir, yəni digər bir hal. Digər hal yazılanda yenə də buradan discount-u seçirəm. İndi isə kiçik və bərabər, yəni həm kiçik, həm bərabər. İndi mən buradan 0.1, yəni ki 0.1-ə bərabər və kiçik olanları low olaraq adlandırılsın. Aha, low olaraq adlandırılsın. Mən artıq üçüncü şərt açmıram. Digər bütün mümkün hallar üçün, yəni ki 0.1-dən böyük olan bütün dəyərlər üçün, baxın, burada else hissəsində high yazılsın. Yəni ki, mənim else anlayışım o deməkdir ki, verdiyim şərtlər yox, digər bütün mümkün hallar. Bizdə necə yoxlayacaq? Şərt vermişik if. Əgər ki, bizim sütundakı dəyərlər 0-dırsa, no discount. Əgər yox, yəni 0 deyilsə, 0.1-ə bərabər və 0.1-dən kiçikdirsə, kiçik yazılsın. Digər bütün mümkün hallar bizə nə versin? High vermiş olsun. OK seçirəm. Baxın, yeni bir sütun əlavə olundu. Yeni bir sütunumuz, yana-yanaları ikisini yana qoyuram. Baxın, bu yeni bir sütun, data tipini müəyyən elədim. Bu yeni bir sütun bizim əvvəldə olan bu sütunumuza görə müəyyənləşdi. 0 olanlara no discount verdi. 0.1-ə bərabər və 0.1-dən kiçik olanlara low vermiş oldu. Digər bütün mümkün hallarımız isə high olaraq verilmiş oldu.